Bu zamanlar var bacıqanlar o günahkarlar İsa deyrine yığılmışlardı ta onun sözlerini eşiderler. Farisi firqasının alimleri ve Tevrat muallimleri toqulya deyirlerdi. Bu adam günahkarları xoş izinden qabul edir و onlarla xoraki yeyir. İsa da bunu eşidənlər bu məsələ çəkdi. Sizin aranızda kim var ki izdana qoyunu olayı و onların birini itirənlər o 99 dana qoyunu çellə vill etməyə ta gedə o bir dana laylanan qoyunu bula. O adam laylanan qoyunu bulanna onu xoşallıqla çinənə alar və eyə gələnə yoldaşlarını و qonşularını yığar و deyər: "Gəliniz mənimlə şadlıq ediniz. Çünki mən laylanan qoyunumu bulmuşam. Sizə deyirəm, ələ belədir. Geydə hər tövbə edən günahkar çi şadlıq olar. O şadlıqdan artıq ki 99 salı adam çi ki tövbə etməyə niyaz yoxları var." یاد هانا آروادور که اون دانا نقره سکس اولایو بیرنه ایترن نه؟ چراغları alıştırmıyor. Biten ey sepermiyor و onu bulanan çez gezmekten el çekmiyor. O arvad laylanan sekkeyi bulanna yoldaşlarını و qonşularını yığar و deyər: "Gəlin mənimlə şadlıq edin. Çünki mən laylanan sikkəmi bulmuşam. Sizə deyirəm, ələ belədir. Geydə hər tövbə edən günahkar çi Tanrının ferişteləri arasında şadlıq olar." Və İsa dedi: Bir kişide 2 oğul var idi. Küçük oğul boğasına dedi: "Boğa, malindən hər nə ki qarardır mənə etişə, mənə ver." Boğa da daralığını 2 oğulu arasında bər etdi. Hali neçə gün geçməmişdi ki küçük oğul hər nə ki varide yığışdırdı o bir İraq məmləkətə getdi və orada bütün daralığını əyyaşlıqla beybad etdi. Var daralığını xərc edəndən sonra o məmləkətdə bir səxt qətlıq dişdi و oğul da yoxsulluğa düşdü. Pa getdi و o məmləkətin adamlarının birinə neykar oldu. O adam da onu az yeri sənə yolladı ta donquzlara xoraki verə. Oğul arzu ederdi ki qarnını donquzlar xorakisiyle doyardı و heç kəs də ona heç nə vermirdi. Axırdan oğul ezinə gəldi و dedi: "Mənim buam neykarlarının varisi doymaqdan izafdı xoraki valları. Amma mən burada acından eyləm. Tu ramağı gedərəm buam yanına و ona deyərəm: Bua, mən tarı haqqında و sənin haqqında günah etmişəm. Daha layiq deyiləm ki mənə səni oğulun çağırarlar. Mənimlə neykarların birsiləyin rualət. Pes turdaqی و boğası اینə sarı yola düşdü. Amma hələ boğası indən İraq idi ki boğası aralıdan onu girdi و irəy ona yandı. Qaçdı, onu qucaqladı و mat çetdi. Oğul boğasına dedi: "Boğa, mən tarı haqqında و sənin haqqında günah etmişəm. Daha layiq deyiləm ki mənə səni oğulun çağırarlar." Amma boğa az neykarlarına dedi: "Tez gediniz. Ən xob abay gətirin و oğluma geydirin. Vurmağına izlik saliniz و qıçlarına ayaqabı. Bir pərvarı kusala gətirin و başını kəsiniz ta یک و şadlıq edək.
bu sabariye ki benim bu oğlum elmişti, derrelle, itmişti bulunne ve şadlık etmeye başladılar. Hala o moqada Beyik oğul ki akin yerin neydi, geri denenneyi eğe yakın olanlar işitti ki çaylar o oynaydılar. Nekerlerin birisini çağırdı ve ondan haber aldı. Ne haberdir? Neker dedi, Kokan gelmiş. Bu ayında onu sey و سالم bulduğu için bir pervara kostala baş kesmiş. Ama Beyik oğul asabane oldu و سمدی گده içeri. Boğası yazıya çıktı ve ona yalvardı ta içeri gele. Ama oğul boğasına dedi, Bax, mən neçə ildən bəri sənin qulluğundayam و heç zaman əmrindən çıxmamışam. Amma sən heç olmadı ki mənə bir oğulaq verin ta yoldaşlarımla xoş geçirdim. Amma indi ki oğulun sənin daraligiye fahişələrlə beybad edəndən sonra geri dönmüş, sən onun ki bir belə pərvarı kostala baş kəsmişsən. Bu oğula dedi, oğulum, sən həmişə mənim nənəyim, hər nə ki varım sənindir. Amma indi bizə yaraşar ki cəşn tutaq و şadlıq edək. Bu sabariye ki sənin bu kokayn elmişdi, derrelle, laylanmışdı, bulunne.